Ardı arası kəsilməyən sıxlıq. İstər pik saatlarda, istərsə də adi vaxtlarda. Görüntülər Bakı-Sumqayıt yolundandır. Hazırda Bakı vaxtı ilə saat 1-dir. Dayandığım ərazi isə Bakı-Sumqayıt yoludur. Yay ayları olmasına, məktəb universitetlərin fəaliyyət göstərməməsinə baxmayaraq bu yolda sıxlıq müşahidə edilir. Nəzərə alsaq ki, növbəti aylardan bura avtomobil axını olacaq, bu da problemi daha da artıracaq. Bəs bu sıxlıq niyə azalmır? Yolda hansı işlər görülməlidir? Bakı-Sumqayıt yolunda yaranan sıxlığın əsas səbəbi odur ki, Bakı kəndlərinin istiqamətində hərəkətlilik artır, xüsusən də günün ikinci yarısında bu bağlar istiqamətində, dəniz sahili istiqamətində hərəkətlilik çoxalır. Bağ evlərinə köçən insanlar var. Şəxsi avtomobillərə üstünlük verirlər ki, bu da yollarda hərəkətliliyi artırır. İndi əsas məsələ bu istiqamətdə nəqliyyat yükünü paylamaqdır ki, bununla bağlı da həm Bakının baş planında, həm də Bakı və ətraf ərazilərin nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi ilə bağlı dövlət proqramında konkret müddəalar var. Yollar şaxələnməlidir, müxtəlif istiqamətlərə hərəkətlilik təmin olunmalıdır. Yəni, hamı eyni yolla gedib gəlməməlidir. Ekspert bildirdi ki, sentyabr ayında da eyni vəziyyətin hökm sürəcəyi gözlənilir. Fidan Əsədli, Elmətdin Poladov, Xəzər xəbər.